Bu videoda 24 saat meşədə qalmaya çalışacağım və 24 saat heç nə olmayacaq. Kamera sən də ver. Olsa tək qalacaq. Uşaqlar, getdik. Burada da Allah haqqı böyük. Bu 24 saat ərzində meşənin bütün qorxusunu və çətinliyini, ən əsasda gözəlliyini gördüm. Gəlin bu həyəcanı bir yerdə dadaq. Bu nə də? İndi ən başdakı işim balıqlar üçün tələ qurmaqdır. Burada uşaqlar insan balıq tutub əvvəlcədən sözsüz ki balıq var burada. Tələni bura quracağam. Neyse tələni qurdum. Bir saata da gəlib baxacağım. Getdik. Sonradan da ev tikməkdir. Əlimdə bir kəndir, bir balta, bir tor, bir də kirbit var. İndi bura qısa bir zamanda ev inşa eləməliyəm. Buradan çox şey tapmaq olar. Üstündən bir saat keçib gördüyüm işə bax. Cəld olmalıyam. Aha, aşağıda nəsə var. Allah, ağ nəsə var. Allah, ağ parça. Bunlar mənim çox işimə yarayacaq. Bu nədir? Bunu kim atıb bura görə? Gün batır. Tez eləməliyəm. Vacib işlərimi görməliyəm. İndi mənə odun lazım. Aha, odun deyəndə ki tapdım. Şöyle çıxacaq. Ara çıxır ha. Sonradan da başqa işlər görəcəm. Çünki bunun gecəsi var. Gün artıq batır. Mənim götürdüyüm şeylərə bax. Problem də olar ki, hara baxsan hörümçək toru var, bax. Bilmirəm görünür yoxsa bax burdadır. Bilmirəm zəhərlidir yoxsa yox. Aha, yemişəm. Əstəğfurullah, zoğal. Tam yetişməyib amma idarə eləmək olar. Gəlmişdən gedim elə görün balıq gəlib yoxsa yox. Rahat bir saat ki gözləyirəm. Belə görünmür. Baxın uşaqlar, balığın birini gördünüz, baxın. Aha, gördünüz yəqin ki. Yəni mən bədbaxt bunları yiyəcəm də bildiniz. Bu nədir? Bu nədir səncə? Bu çubuqdur, bu məni nəsə saxlayacaq. Bundan odun da olmaz ya. Gələn dəfə bunun takipçisindən olmağını istəyirsinizsə, bu videoya yorum yazın. 2000 yorumuna daha çox like gəlsə, oyunla bir gün məşqdə tək qalacağam. Problem işi odur ki, hava da qaralır. Bunu buradan keçiririk. 2 dəfə buradan düyünləmək lazım ki, açılmasın. Ümumi evin buradan da görürsən olsa da təməlim belə qurdum. İndi üstün bağlamalıyam. Bu arada şundan övrəm. Birazdan balıqları yoxlamağa gedəndə çaydan da su içəcəm. Bunlar nədir? Bunlar kim atıb? Nədir bu? Nə üçündür? Tərtəmiz yağmışı. Bunlar niyə açsınlar? Buna baxın uşaqlar. Nəsə səs gəldi. Arxadan ilan zat çıxmaz. Nəysə oranı da qabağını alaram. Əsas buradır. Aman tanrım, qaldığım evə bax. Hörümçək toruna bax. Bunu hətta belə qoya bilərəm rahat, bomba kimi. Nəysə, yəni oxşadır. İndi bu ağlardan üstünə sərsəm daha yaxşı olacaq məncə. Bu ağların birini axşam üstünə sərərəm. Ən azından elə düşək ki, qurtdan, quşdan qoruna bilərəm gecə vaxtı. Yəni bir günə görə normaldır. Bu daşları yığmalıyam ki, qarışqalar var. Bunları bulmayacağım. Gedib oradan yığım. İndi uşaqlar gedirəm, əsas balıqların üstünə düşdüm. Ev hazırdır, gedirəm indi balıqların üstünə. Oho, yo nə qədərdir. Sözə məni görən kimi girirlər o yerə. O yerdə bəlkə 100 dənə balıq var. Neyse, çubuqla görüm eş eləyə biləyəm. Bura açığı ayağına girmək lazımdır ki. Bəlkə tora balıq düşüb bir baxım. Daşı qaldırsam altında balıq çıxa bilər. Aha, gördünüz qurbağaları. Ey balıqları. Gördünüz balığı. Aha, keçdilər bu daşın altına. Aha, keçdilər. Bax gördüyünüz kimi bax. Bir dəqiqə dəbərdim balıqlara baxın. Baxın. Yarım saatlik ova görə heç nə tuta bilmədim. Qəribə səslər gəlir. Bilməm axı nədir. Allah bəlasın. İt ya da çaqqaldır. Bilməm nədir. Səslər yerdən gəlir ya. Ya tonqal qalamışıq, yemək yoxdur ya. Qaldı ən böyük problemimiz bu evdə yaşamaq. Mənzərə bir o qədər gözəl olduğu qədər bir o qədər də qorxu başlayır. Bu tonqalı sabah səhərə qədər canlı qoymalıyam, ona görə odun tapmalıyam çoxlu şəkildə ki, axşam tez yarım saatdan bir durum odunu təzəliyim. Axşam düşdü deyən hə, bir dənə quşların səsinə qulaq asır. Zor da. Hələ meşənin içinə girsəm, gözün girim.
Bura baxın. Səsə baxın uşaqlar. Uşaqlar, mən belə bir video çəkirdim. Bir ildə 4 dənə mövsümü yaşadığım videosu çəkirdim. Yəni meşədə qalırdım. Təzə bəzi səbəblərə görə video dayandı. Amma qışı çəkmişdim. Gəlin qışı bir dəqiqəlik izləyək. Elə burada dolaş verib o qışın hadisələri. Keçin izləyək. Gəlin daha asan versiyasını görək. Hər şey normal qaydasındadır, amma qışın da öz çətinliyi olacaq. Elə bu videoda da o çətinliyi yaşayacağam. Aman tanrım, donuram. Sözümü geri alam, qış daha çətindir. Tez bir şəkildə burada qalmağa yer tapmalıyam. Təbii ki, bu da asan da olmadı. Nə meyvə var, nə də ki bir balıq. Qardan başqa heç nə yoxdur burada. Sən etdim, gərək qar yağmayanda ıslamağa düzəldəydim. Heç əziyyət çəkirəm. Dedim ev tikim, bacarmadım. Dedim balıq tutum, bacarmadım. Dedim heyvan ovlayım, bacarmadım. Dedim tonqal qalayım, onu da bacarmadım. Görünür qış mənə görə deyil. Yaz daha yaxşıdır. Bir də bu tərzdə videoların gəlməsi üçün kanala abunə olun, videonu bəyənin. Əgər bu videoya 3000-4000 arası like gəlsə, anında ikinci serisi gələcək. Çünki məndən həyatda qalmaq videolarını çox istəyirdiniz. Nə yemək var, nə su var, heç nə yoxdur. Mən 24 saatə qalacağam ha. Mükəmməl. Ha bir dəqiqə. Mən burada zoğal görmüşdüm. Hadi tapdım. Evet. Amma yəni o qədər də pis deyil. Burada da. Allah haqqı böyütkən. Böyütkən yetişib ki. Mükəmməl. Oha, alma tapdım. Bu nə lan? Buna baxın uşaqlar. Çox gözəldir axı. Həzə hayf quruyub. Bu nədir? Bu yemişanda elə yetişməyib. Meşənin dərində çox şey var ya. Almaları yığım. Yes. Bilmiyorum uşaqlar, bu nədir yorumlara yazın. Qabağıma çox qəribə şeylər çıxır. Yemişana da oxşur, amma yemişan ağacı deyil axı. Vau, ay da çıxır, ay indi sizə göstərərəm. Yaxşı xəbər odur ki, bu axşam işığımız var. Uşaqlar, bu ortamda danışılası bir məsələni danışmaq istəyirəm. Hamının gözlədiyi bir məsələni danışmaq istəyirəm nənəm haqqında. Nənəm niyə rəhmətə getdi, niyə belə oldu, ümumiyyətlə hamısını başa salacağım. Mənim nənəm 2018-ci ildə falan xərçəng xəstəsi idi. Sonradan şükür Allah ona qalib gəldi. Amma bir müddətdən sonra yenə xərçəng xəstəliyinə tutuldu. Hardasa mən onlarda idim, kollecdə oxuyurdum, mən imtahana hazırlaşırdım. Nənəmin öskürəyi dayanmadan gündən-günə artırdı. Xəstəxanada yoxlatdırdı Qəbələdə. Yəni bildirdilər ki, xərçəng xəstəsidir. Sonra bir müddət keçdi, mən 2024-cü ildə hərbiyə getdim. Nənəm ximiya almışdı. Hətta yəni 2018-ci ildə də ximiya almışdı. Ximiya haqqında məlumatı olanlar bilər ki, nə tər bir problem var onun. Və 2024-cü ildə aldı. Mən əsgərlikdə olanda nənəm rəhmətə getmişdi və bunu mənə demədilər. Mən hər dəfə evə zəng edib soruşurdum əsgərlikdən ki, nənə necədir, nənə necədir? Deyirdilər ki, yaxşıdır. Nənəmlə danışmaq istəyirdim, daha doğrusu. Nənəmlə hər dəfə danışmaq istəyirdim, deyirdilər ki, yatıb, leşi var falan. Nəsə mənim başımı qatırdı. Nəsə bir gün zəng gəldim evə, dedim ki, nənə hanı? Dedilər yatıb. Heç axlıma gələn kimi dedim ki, mən onsuz da bilirəm ki, nənə rəhmətə gedib, sadəcə mənim başımı qatırsınız. Evdən qalib deyək ki, hardan bilirsən? Yəni gözlərim doldu, telefonu söndürdüm. Səhərsi gün zəng edib soruşanda ki, mən elə bildim zarafat edirlər. Sonra səhərsi gün zəng edib soruşdum ki, nənə necədir? Mənə dedilər ki, bəs yalandan nə deyirdin dünən ki, nənə rəhmətə gedib falan. Dedim, həqiqətən nənəm rəhmətə gedib. Deyir, bugün 40-dır. Yəni nənəmin 40-ı çıxıb. Yəni hərbi yerində olmağım, üstəlik bir-iki dənə də problemin üst-üstə gəlməyi falan, bunun da üstünə gəlməyi, yəni hərbidə çox böyük bir dərddir deyim. Sonradan mən hərbidən qayıtdım və olanlar belə oldu. Allah ölənlərə rəhmət eləsin. Düzdür, bu dünyada heç kim qalmayacaq, amma nəysə çox danışmaq istəmirəm uşaqlar. Çox danışmaq istəmirəm. Bu ortamda gözəl yemək gedərdi, amma heç nə bir yemək yoxdur. Və hava da mükəmməl qaraldı. Yatmaq üçün qəşəng yerdir. Bu arada buranı da bağlayacağam ki, problem çıxmasın. Yəni indiki vəziyyət üçün yaxşıdır. Ortam gözəl də. Əgər sən də belə bir videoda mənim olmaq istəyirsənsə, bu videoya yorum yaz. Ən çox yorumu like alan izləyici mənimlə bir güməşdə qalacaq. Hardasa hindilərdə girmək istəm yerimə ki, daha rahat yatım, həm də ki qorxum olmasın. Hava qaralır istərsəniz adam, yəni gözü yollarda olur ancaq belə deyim. This guy passes me in the car. It's about 100 degrees out here.
70% humidity. That shit bitch me. We need fucking lawyers. We need dentists. We need teachers. We also need fucking savages. Stay hard. Buna görə qalxmışam uşaqlar. Ay yuxum tökülür ya. Hava da nə var qaralıb. Uşaqlar, evin bütün ətrafını bağladım girəndə yerimə. Sadəcə bayaqdan da nəfəs səsi gəlir. Sadəcə axmaq işim oldu ki, kamera yerləşdirmədim çölə. Bilmirəm nədə nəfəs səsi gəlir. Bax. Səssiz danışıram ki, bir də gəlir. Bayaq gəlirdi, indi yox. Yatıp kalmışam ya. Tongul kalbi ya. Tongul seni. Her yerim bu gördüğünüz bu var ha. Bu bildiğiniz sudur. Bütün demişliği çekip üstüne elə altdaşın demirəm. Bütün sudur. Her tarafım bütün sudur. Oha. Koyun parçalıyorlar burada. Koyunu məhv ediblər burada. Uşaqlar artıq gün də çıxır. Zor mənzərəli. Mükəmməl. Gözəl ortamda. Təbiət həqiqətən də çox gözəldir. Uşaqlar, üstüm başım həddən artıq su olduğuna görə, yəni axşam çox nəmişli olub. Bir üstə ağ plastinanın nəmliyi keçib üstümə. Xəstələnməmək üçün artıq videonu saxlamalıyam. Uşaqlar, həqiqətən çox əziyyət çəkdim. 500 min üçün abunə olun. Öpürəm sizi, sağ olun.